Dizenteriya amöbünün 16 sistasında neçə nüvə olur? Və bu sistalardan neçə dizenteriya amöbü əmələ gələr? Neçə nüvə olur? Birinci bunu tapaq. Və neçə dizenteriya amöbü əmələ gələr? İkincidə bunu tapmalıyıq biz. Burada qeyd olunub 16 sistada neçəsi olur? Biz birincini tapaq, görək. Birinci dizenteriya amöbü çəkirəm. Dizenteriya amöbü bilirik ki, bir nüvəli olur. Tamam, bir nüvəsini qeyd elədik. Və bu sistası olanda artıq sista 4 nüvəli olur. Baxaq, sistada 4 dənə nüvəni göstərək. 4 nüvə oldu. Və bu amöbün özüdür. Dizenteriya amöbü. Qısaca yazdım. Bu sistasıdır. Sista. Sistalar partlayanda isə 8 amöb çıxır. 8 amöbü qeyd edək. Yəni bunları çəkirəm. Bunlar təsəvvür edək ki, amöblərdir. Amöblər. Bizim məsələnin şərtində nə edir? Deyir ki, 16 sistada neçə nüvə olar? Birinci tapaq ki, bir sistada 4 nüvə olursa, bəs 16 sistada neçə nüvə olar? 16 sistanın nüvəsi bilirik ki, 64 edər. 64 nüvə tapdıq. Və deyir ki, neçə dizenteriya əmələ gələr? Yəni bu sistalardan neçəsi yarana bilər? Yəni bizim 16 sistamız vardı. 16-sından neçə amöb yaranır? Bunun üçün də biz belə eləyirik. Bilirik ki, bir sistadan 4 nüvəli idi. 8 amöb çıxır, inkişaf eləyir. Ona görə də biz belə bir iş görək. Yazaq buradan bir sistadan 8 amöb inkişaf eləyir. 8 amöb inkişaf edirsə, bizim neçə sistamız vardı əlimizdə? 16 sistamız vardı. 16 sistamızda neçə amöb inkişaf eləyər? Biz onu tapa bilərik. Yəni dizenteriya amöbü deyirik biz burada. O da 16 vuraq 8 olacaqdır. 128. Deməli, 16 bizdən nüvəni soruşduğu üçün 16 vuraq 4 64. Bizdən 128 dizenteriya amöbü. Bir də amöbü soruşduğu üçün biz tapdıq 128-də dizenteriya amöbü olacaqdır. Düzgün cavab 64 və 128 olandır.